Azərbaycana gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5% artıb. Bu il təxminən 182 min xarici vətəndaş ölkəmizə səfər edib ki, bu da ötən illə nisbətən 9 min nəfər çoxdur. Turistlərin istirahət üçün Bakını seçmə səbəblərini araşdırmışıq. Mən Bakını seçdim. Çünki buradakı günəşli hava, tarixi yerlər, mədəniyyəti çox xoşuma gəldi. Bundan əlavə şəhərin təmizliyi və təhlükəsizliyi əladır. Biz həmçinin burada Palçıq vulkanını, Şahdağı gəzdik. Keçirilən müxtəlif sərgilər və mədəni tədbirlər haqqında məlumat aldıq. Turistlərin ən çox üz tutduğu məkanlardan biri də miniatür kitab evidir. 2002-ci ildə yaradılan bu məkan artıq 24 ildir fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən gətirilmiş kitablar burada sərgilənir. Kitablar kiçik ölçüsünə baxmayaraq böyük mədəni dəyər daşıyır. İlk baxışda qara nöqtəyə bənzəsə də, göy qutunun içindəki ağ dairədə yerləşən kitab 22 səhifədən ibarətdir. Yaponiyada lazerlə yazılan miniatür kitab 4 fəslin çiçəkləri adlanır. Burada ən çox bala pişiklər xoşuma gəldi. Onlarla oynadım, atraksiyonlara getdik və mən çox əyləndim. Buranın təmiz havasını bəyəndik. Funklyoru, bulvarı gəzdik. Çox bəyəndik. Rəsmi statik məlumatlara görə ötən ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı bütün istiqamətlərdə artıb. Səudiyyə Ərəbistanı 45% artım. Qərbi Avropa ölkələri 44% artım. Türkiyə 15,5% artım. Rusiya 2% artım. Bundan başqa Özbəkistan, Qazaxıstan və digər ölkələrdən də artım müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, bu il Bakıya səfər edən turistlərin sayında rekord göstəricilər gözlənilir. Bu istiqamətdə bir sıra addımlar atılır. Yüksək göstəricilərə nail olmaq üçün əsas instrumentlərdən, alətlərdən biri marketinq işləridir ki, bu il biz daha belə deyək, aqressiv, daha rəqabət qabiliyyətli marketinq kampaniyası aparırıq hədəf bazarlarında ki, bu deməli marketinq kampaniyası həm onlayn aparılır, həm offlayn aparılır, yəni ki, onlayn digital belə deyək platformlarda, sosial şəbəkələrdə və s. media vasitəsilə aparılır. Həmçinin də hədəf bazarlarında sərgilər iştirakdır. Qərbi Avropa və Mərkəzi Şərqi Avropa ölkələrində də davamlı kampaniyalar nəzərdə tutulub. Hədəf bazarlarına yönələn marketinq kampaniyaları və sərgilər ölkəmizin turizm imkanlarını geniş auditoriyada tanınması baxımından müsbət nəticələr verib. Nərgiz Orucova, Şəfiq Hüseynova, Mirəziz Birəroğlu, ASTV Xəbər.